Salam əziz izləyicilər, qış mövsümü başladı. Artıq kombiləri qoşmanın zamanıdır. Çox vacib bir tövsiyəm var. Qulaq axsın diqqətlə. Mövsüm başlayanda ilk dəfə kombiniki qoşmaq istəyirsiniz. Açırsınız. Bax bunu görürsünüz. Açdıq. İçeride rotorun oku var. Rotorun okunun üstünde de atverka salmaq üçün yarıqlar var. Bak, görebilirsinizsə, bax. Gördünüz? Bax, bu yarıq var. Deməli, həmin yarığa atverkanı salırsınız. Belə. O öz bu üzə fırladırsınız. Sərbəst fırlanırsa qoşa bilərsiniz. Deməli, bu fırlatma əməliyyatından sonra mütləq gələn əməliyyat nədir? Bunu bağlayırsınız yerinə. Biraz vaxtınızı alacağım, amma çox yox. Sadəcə təcrübəsi olmayan adamlar tam anlasın deyə. Bağladıq yerinə. Sonra su təzyiqini vururuq. Açırıq təzyiq kranı. Su təzyiqi qalxır, normaya düşür. 1,5. Bax, təzyiq norması da budur. Ondan sonra qoşursunuz. Qoşmazdan öncə bir dəfə də bax bunu yenidən boşaldırsınız. Təzyiq yaradıb da artıq hələ kombi qoşulmuyor. Amma su vurubsuz, təzyiq var sistemdə. O təzyiq sistemdə olduğu zaman qoşulmamış, bunu belə boşaldırsınız. Orada hava varsa hava çıxacaq. Ta ki bir damcı su gələnə qədər. Bir damcı, iki damcı su gələndən sonra təzədən bağlayırsınız və ancaq ondan sonra qoşursunuz. Əgər belə eləməsəniz nə baş verir? Bir çox hallarda bax, bu pompa yanır, xarab olur. Ya tutaq ki, pər özü orada ilişir, qalır, rotor fırlanır, pəri fırlada bilmir. Yaxud sarğının özü yanır. Qızır motor sarğının özünü yandırır. Ona görə bu vacib bir işdir. Bunu mütləq eləməlisiniz. Sağ olun, sağlıqla qalın.